İlk oğul ananı, qız isə atanı qorumaq üçün doğulur. Psixoloqlar və uşaq inkişafı üzrə mütəxəssislər cəmiyyətdə geniş yayılmış ilk oğul ananı qorumaq üçün, ilk qız isə atanı qorumaq üçün doğulur fikirlərinin elmi əsasının olmadığını bildirir. Mütəxəssislərin sözlərinə görə bu düşüncələr daha çox köhnə gender stereotipləri və xalq inancları ilə bağlıdır. Uzun illərdir ailələrdə ilk oğlan uşağının ananın dayağı və ya qoruyucusu, ilk qız övladının isə atanı tarazlaşdıran şəxs olduğu düşünülür. Halbuki psixoloqlar hesab edir ki, uşaqlara bu cür rolların yüklənməsi onların emosional inkişafına mənfi təsir göstərə bilər. Ekspertlər vurğulayır ki, uşaqlar valideynlərin problemlərini həll etmək və ya onları emosional olaraq qorumaq üçün dünyaya gəlmir. Belə gözləntilər xüsusilə ilk övladların üzərinə artıq məsuliyyət qoyur və ailə daxili münasibətlərdə sağlam olmayan dinamika yaradır. Mütəxəssislər valideynlərə uşaqları stereotiplərlə deyil, fərdi xüsusiyyətləri ilə qəbul etməyi tövsiyə eləyir. Onların fikrincə, hər bir uşaq qayğı və sevgi görməli, ailənin emosional yükünü daşımağa məcbur edilməməlidir.